suala yine cevap vereceğim. Slavyan millətləri var, Slavyan dilləri var. Bir-birinə də çox yaxın, elə bizim üçün də çox tarixən yaxın. Rusiya, Belarusiya, Ukrayna. Bunların dili eynidir. Xüsusən Belarusiya ilə Rusiyanın dili eynidir, Rusin dili eynidir. Ona deyir Rus dili, o birisi ona deyir Belarus dili. Bəs niyə deyil? Mən sizin sadəcə o ərəb sözünə cavab vermək istəyirəm. Yəni belə şeylər var tarixdə. Biz burada istisna deyilik. Onu götürsən ona da cavab tapmaq olar. Bunu götürsən buna da cavab tapmaq olar. Hər bir şey o cürə də əsaslandırma olar. Bu cürə də əsaslandırma olar. Ona görə bu əsasların heç birisini demək olmaz ki, bu əsaslanma ondan üstündür, bu əsaslanma bundan üstündür. Amma bizim tarixi aqibətimiz belədir. İndi biz tarixi bir mərhələdəyik. Biz gərək elə bir qərar qəbul eləyək ki, bu həm bu günümüzü, həm keçmişimizi əks etdirsin, həm də gələcəyimiz üçün və bu gün dövlətçiliyimiz üçün biz yararlı olsun. Bax, məsələ burasındadır. Mənim bir son sözüm də var. Bəli, buyurun. Hörmətli prezident. Əvvəla siz bizim bu alimlərə, buradakı ziyalılara bu qədər sərbəstlik verdiyinizə görə, yəni hamı öz fikrinə sərbəstcə heç kəsən çəkinmədən deyir. Buna görə mən sizə çox minnətdaram. Mənə elə gəlir ki, bax burada eləşən bütün ziyalılar da sizə öz minnətdarlığını bildirir. Qoy hamı öz sərbəst fikrini desin və amma mənə elə gəlir ki, bunu yubatmaq lazım deyil, bunu qurtarmaq lazımdır. Sağ ol. Ümumi orta yol tutmaq lazımdır. Zəlim xan Yaqub.